Windows 7 əməliyyat sistemi 4-cü hissə. Fail anlayışının davamı. Ulduz və sual işarələri haqqında. Deməli, bayaq da vurğuladığımız kimi, failin adında sual işarəsi unudulmuş, ixtiyari bir simvolu əvəz edir. Yəni ki, sual işarəsi bu verilmiş Learn Informatics adlı sənədin, yəni failin adında istifadə edilərkən, misal üçün, Learn sözündə artıq görürük ki, sual işarəsi bu sənədin adına əsasən birinci sual işarəsi A-nı, yəni A hərfini, ikinci sual işarəsi R hərfini əvəz edir. Eyni qayda ilə gəldikdə buradakı sual işarəsi F, növbəti sual işarəsi isə C hərfini əvəz edir. Yəni artıq axtarış zamanı da eyni bayaqki qayda da aparsaq, yəni axtarışı bayaqki formada aparsaq, artıq yenə də Learn Informatics sənədini tapmış olaraq. İkinci isə, yəni ki, yenə eyni sənəddə ulduz işarəsi nəyə göstərir? Ulduz işarəsi verilmiş sənədin adında bir və ya bir neçə ixtiyari simvolu əvəz edə bilər. Yəni, tutaq ki, Learn Informatics adlı bir sənədi, yəni axtardığımız zaman görürük ki, buradakı birinci hissədə ulduz işarəsi sənədin adının, yəni ki, başlığın birinci hissəsinə əsasən E, A, R, yəni E-A-R hissəsini əvəz edib. Yəni, bu sual artıq burada bunu əvəz edib. Daha doğrusu, ulduz işarəsi E-A-R hərflərini əvəz edib. Yəni ki, failin adındakı digər ulduz işarəsi isə göründüyü kimi bir dənə F hərfini əvəz etmiş olacaqdır. Yəni, buna əsasən də belə deyə bilərik ki, failin adında sual işarəsi ixtiyari bir simvolu, failin adında ulduz işarəsi bir və bir neçə simvolu əvəz edə bilər. Bu, eyni qayda ilə bir sənəddə genişlənmə, yəni onun tipi hissəsində də eyni aparılacaq. Məsələn, informatika tutaq ki, Learn Informatics adlı sənəd dokument tiplidir. Burada da bunu bu formada yazmış, yəni yazsaq, səhv etmiş olmarıq. Eyni qayda ilə gəlsək, digər Learn Informatics adlı sənəddə, bunu da götürək PDF, ulduz işarəsi artıq genişlənmə hissəsində bir və bir neçə simvolu əvəz edə bilər. Yəni, belə aparsaq, bu formada, həmçinin bu formada da ola bilər. Həmçinin, sual və ulduz haqqında bunu da deyə bilərik ki, misal üçün, göründüyü kimi Learn Informatics arasında bir dənə məsafə düyməsi var. Yəni, probel basılıb. Artıq bu, yəni ki, sual və ulduz simvol olaraq, yəni ki, probeli də əvəz edə bilir. Yəni, nə də olsa, probeldə bir simvol kimi kompüterin yaddaşında yer tutur. Fail haqqında növbəti hissəyə baxsaq, deməli, ümumi götürdükdə, bayaq biz yəni failin adı haqqında, onun genişlənməsi haqqında danışdıq. İndi isə gəlin, ümumi failin yolu haqqında danışaq. Failin yolu nədir? Yəni ki, bayaq yazdığımız Learn Informatics sənədini artıq bu sənədi içərisində olan məlumat, yəni adlandırdığımız bu sənədin Word-da yazmışıq. Deməli, genişlənməsi olacaq .x və həmin bu sənəd diskin ixtiyari bir yerində saxlanır. Tutaq ki, deyək ki, bu sənəd D diskində saxlanılır. Bu zaman sənədin artıq D diskində olduğunu nəzərə alsaq, bu formada olduğunu görmüş olarıq. Artıq, yəni ki, burada bu D diski məntiqi qurğu adlanır. Və silək. Tutaq ki, D diskində Tural parçasında saxlanılır. Yenə də eyni ardıcıllıqla
görürük ki, məntiqi qurğu, slash, yəni buradakı artıq bu slash işarəsi failin yolu adlanır və sonra gəlirik tural papkası. Və tural papkasında tutaq ki, bir şəxsi papkası, yəni papkanın içərisində şəxsi papkası açmışıq və artıq burada görmüş olarıq ki, Learn Informatics adlı, yəni dokument tipli sənəd D diskində, tural papkasında və şəxsi onun alt qovluğunda yerləşmişdir. Buna əsasında deyə bilərik ki, bu ümumi götürdüyümüz failin tam adı adlanır. Failin tam adında nələr yerləşir? Yəni testdə qarşınızda belə düşsə, deməli, məntiqi qurğu, burada məntiqi qurğu D. İkinci, slash işarəsi artıq bizdə dediyimiz kimi hesab edilir failin yolu. Tural artıq həmin sənədin buna deyəcək ki, baş qovluğu. Şəxsi həmin, yəni baş qovluq, birinci sənəd yaratdığımız qovluq baş qovluqdur. Bunu qovluqlar haqqında keçdikdə daha ətraflı müzakirə edəcəyik. Deməli, baş qovluqdan sonra şəxsi onun alt qovluğu və ondan sonra gəlir failin adı və failin tipi. Deməli, failin tam adında göstərilir. Məntiqi qurğu, failin yolu, baş qovluq, baş qovluqdan sonra, yəni alt qovluq, əgər varsa alt qovluq, belə düzəliş verək, alt qovluq, failin adı və failin tipi, yəni failin genişlənməsi göstərilir. Ümumi götürdükdə fail haqqında hələlik bu qədər. Bunu daha ətraflı digər dərsimizdə, yəni testləri müzakirə etdiyimiz zaman daha dəqiq və daha ətraflı şəkildə müzakirə edəcəyik.